68 kvadrat metrlik bir otaqlı mənzilin 2 otağa planlanmaqla təhvil verilmiş təmirini təqdim etmək istəyirəm. Xeyirli uğurlu olsun. Gəlin 68 kvadrat metrlik mənzilin planlanması və təmirinə birgə baxaq. Qonaq otağı və mətbəxdən keçək hol hissəsinə, yəni dəhlizə. Açıq tonlarla əhatələnmiş dəhlizin döşəməsində keramiqranit istifadə edilib. Qonaq otağına keçdikdə parket ilə keramiqranitin eyni səviyyədə səliqəli zona bölgüsünü görə bilərsiniz. Qonaq otağından solda isə rahat istifadə edilə bilən mətbəx yerləşir. Əlavə rahatlıq üçün oval formalı adacıq da əlavə edilib. Qeyd edim ki, təmir zamanı mebel sifarişi üçün də müraciət edə bilərsiniz. Mənzilimizdə tavanın hündürlüyü 2 metr 90 sm təşkil edir. İndi isə keçək yataq otağına baxaq. Otaqların döşəməsində isə parket istifadə edildi. Gördüyünüz mebel və qapılar öz istehsalımızdır. MDF boyalı mebel hazırlanıb. Dekor kimi istifadə edilən tavana qədər güzgülərdə otağı həm geniş göstərir, həm də xüsusi cəlbedicilik verir. Bu mənzildə olduğu kimi pəncərələrinin geniş olması təbii işıqlandırmada böyük rol oynayır. Həm yataq otağı, həm də qonaq otağından eyvanımıza daxil olmaq olur. Səliqəli kosmetika masasını da unutmaq olmaz. Keçək mənzilin digər sahələrinə də baxaq. Kiçik sahələrdən necə istifadə etmək lazımdır? Baxın, onu sizə göstərmək istəyirəm. Dəhlizdə kiçik ölçüdə qardirob və çamaşırxana olmaqla, necə deyərlər, ikisi birində otaq yerləşdirildi. Bura həm yuma zonası kimi rahat istifadə edilə, həm də geyim və əşyaları rahat yığa biləcəyiniz yerə çevrildi. Dəhlizdə sadə və cəlbedici güzgülü tumbamız da hazırlanıb təhvil verildi. Dəhlizin sonunda isə sanitar qovşağı yerləşir. Moydadır və duş kabinli rahat planlanma edildi. Divarlarda 60-ın 120-yə geniş ölçülü mat keramiqranit istifadə edildi. Həmçinin dəhliz və mətbəx üçün də 60-ın 120-yə geniş ölçülü mat keramiqranit istifadə edilib. Gördüyünüz mənzil qeyd etdiyim kimi 68 kvadrat metrdir. Bir otaqdan 2 otağa planlanmaqla təmir edilib təhvil verildi. Sizlər də dizayn, təmir və mebel sifarişi üçün bizimlə əlaqə saxlaya bilərsiniz.